Və yenə də deyirik ki, bərzaq həyatı nə vaxt başlayır? Ruh bədəndən çıxdıqda artıq bərzaq həyatı başlayır. Ruh bədəndən çıxdıqda bərzaq həyatı başlayır. Ruhu almaq üçün, ruhu alınması üçün hazırlayıcı mərhələ isə can vermə mərhələsidir. Və bu anda ən çətin andır. Ən çətin andır bu an. Hətta məxluqların ən şərəflisi Peyğəmbər sallallahu aleyhi və səlləm bu ana çatdığı zaman onun başına böyük bir şey gəlir. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm əlini suya qoyardı, sonra üzünü silərdi və deyərdi ki, La iləhə illallah, innə lil mevti ləsəkərat. La iləhə illallah, həqiqətən ölümün səkəratı var, yəni şiddəti var. Həqiqətən bu anın şiddəti var. Allah Azze və Cəllədən istəyirik ki, bizim canımızı aldıqda bunu bizə yüngülləşdirsin. Sonra ruh alındıqda, insanın ruhu alındıqdan sonra, yəni ruh alındığı zaman insanlar bunda da fərqlənirlər. Ruh alındığı zaman, ruhun alınmasında belə insanlar fərqlənirlər. Birinci, ölümün şiddətidir. Ruh alındığı zaman, bu ruh alınmaqdan qabaqdır. Ölümün şiddəti, yəni ruhun alınmasına hazırlanma mərhələsidir. Bu mərhələdə ölümün şiddəti var. Və ikinci məsələ isə, yəni ruhun alınması vaxtı artıq insanlar da ruhların alınmasında, ruhlarının alınmasında fərqlənirlər. Ruh alınması zaman mömin üçün çox asan və yüngül bir andır. Möminin ruhu asanlıqla alınır, asanlıqla çıxarılır öz bədənindən. Necə ki, Bəra bin Azib radiyallahu anhunun uzun hədisində varid olub ki, yəni möminin ruhunu aldıqda ruh bədəndən, yəni suyun, damcının, dolçanın ağzından düşdüyü kimi sürüşüb düşür. O asanlıqla və rahatlıqla. Necə dolçada su var, əyirsən, damcı rahatlıqla düşür, müminin də ruhu elə asanlıqla düşür. Amma kafirin ruhuna gəldikdə isə kafirin ruhunu şiddətlə, güclə, qüvvətlə dartıb çıxardırlar mələklər. Elə bir ki, yundan, dırmığı necə ki dartırsan elə. Və Allah Azze və Cəllə bizi qorusun və bizi öldürdüyü zaman canımızı rahat alsın. Yəni, kafirin ən birinci aldığı əzab da, ona gələcək ən birinci əzab da elə bu əzabdır. Ruhu çıxdığı zaman aldığı bu əzabdır və ruhunun çətin çıxmasıdır.